Bura tez-tez gəlirlər, ona görə bilirəm. Başqa nə qulluq? Qərar aldım ki, gərək bir də qonşu bağa boylanmayım. Başqasının arvadına xəlvəti baxmaq namuslu kişiyə yaraşan hərəkət deyil, ayıbdır. Jurnalist dostlarımdan biri son romanım haqqında televiziya kanalında veriliş hazırlamaq istəyirdi. Təklif eləmişdi ki, özüm də müsahibə verim. Məngənədən çıxmaq üçün bu əla təklif idi. Fikirləşdim ki, başım qarışar. Axşama yaxın bağa qayıdanda isə... Onu görəndə ağlımdan keçdi ki, bəlkə mənim pəncərəmə baxmaq üçün tələsirmiş. Üzümü çevirmək istəsəm də bacarmadım. Elə bil 20 metrdən məni ofsunlamışdı. Başa düşdüm ki, mən bu zərif, naməlum və yad məxluqdan qorxmağa başlayıram.